Benim ehvalatımın yanında Qələt eyləyir Titanik gəmisi. Çünkü söhbətimin baş qəhrəmanıdır atamın əmsinəvəsi. Atamın əmsinəvəsi. Uşaqlıqda çıxmırdı ağzından. Pasos. Uşaqlıqda çıxmırdı ağzından. İnəyin məməsi, inəyin məməsi, inəyin məməsi. Ağzımın suyu axtılam. Bax belə oğlan idi atamın əmsinəvəsi. Zamanlıqda keçəl qaldı təpəsi. Çünkü Qəbələ Erelesinin yanında yaşayırdı atamın əmsinəvəsi, atamın əmsinəvəsi.